Türkiye'den fahişəlik eden bir grup Azerbaycanlı kadınları Türkiye'den kovublar. Deportasiya ediblər. Niye gedib Azerbaycan'ı başka ölkədə biabır eləyirsiniz? Zaten Azerbaycan kadınlarının bir çoxu başka bir ölkəyə gedərkən özlərini itirirlər. Niye elə eləyirsiniz ki? Hə? İlham Əliyev, bax, senin Azerbaycan kadınların İraq yaxşılarından gedib başka ölkələrdə fahişəlik edirlər. Sen onlara normal bir iş versən Azerbaycanda, normal bir şəkildə işləyib öz ailələrini, öz uşaqlarını saxlayarlar. Gedib başka ölkələrdə fahişəlik edib Azerbaycanın boynunu yerə soxmazlar. İlham Əliyev, zaten sen istəyirsənsə Azerbaycanda kadınların çoxsu fahişəlik eləsin, kişilər petxuluq eləsin. Sen yani bunu istəyirsən. Bax, arzuma çatırsan, boyunuzu yerə soxun. Niye gedib Azerbaycan'ın adını batırırsınız başka ölkəlerde? Ay əqidəsini itirmişlər.